Burada Məkkədə müsəlmanların həcc ziyarəti davam edir. Məkkədə son illərin ənənəsinə uyğun olaraq Heydər Əliyevin ruhuna ehsan verilib. Aynesin Məkkəyə ezam olunmuş xüsusi müxbiri Natiq Nailoğlu'nun reportajı. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Heydər Əliyevin ruhuna verilən ehsan Qurandan dualar oxunmaqla başlanıldı. Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi artıq bir neçə ildir həccə gələn zəvvarlara Heydər Əliyevin ruhuna ehsan süfrəsi açılmasının ənənə halına çevrildiyini bildirdi. Hər il olduğu kimi Şeyx Həzrətlərinin şəxsi təşəbbüsü ilə Ulu Öndərimiz mərhum Heydər Əliyevin ruhuna dualar oxunur və axırda da ehsan verilir. Bu ənənə bir neçə illər bundan sonra da davam edəcək. Çünki bizim Ulu Öndərimizin həcc missiyasının bu təmtərağa çatmağında böyük zəhmət olur. Və bunu da bizim Qafqaz Müsəlmanları İdarəsi Müsəlmanın başçısı Şeyx Həzrətləri nəzərə alaraq həmişə onun ruhuna dualar oxunur və ehsanlar verilir. Qeyd edin ki, ehsan süfrəsi bir neçə yerdə qadın və kişi zəvvarlar üçün ayrı-ayrılıqda təşkil olundu. Ehsan zamanı həmçinin torpaqlarımız uğrunda canlarından keçən şəhidlərin ruhuna da dualar oxundu.